Elmirə xanım, Azərbaycan Respublikasının xalq artisti Elmirə Şabanova bəzi açıqlamalar idi Məlik Dadaşovla bağlı. Böyük sənətkarımız. Məlik Dadaşov kimi görkəmli sənətkarın 100 illiyini keçirmək mütləq lazımdır. Hətta deyərdim ki, vacibdir. Elmirə xanım deyir. Məlik Dadaşov bir insan, bir aktyor, bir həmkar kimi çox nəhəng idi. Vaxtilə onunla birlikdə universitetdə də dərs demişik. Onu necə unudum? Yaddan çıxarmaq olar, yəni unutmaq olar. Sənətkar unudulan deyil, Elmirə xanım deyib. Mən Məliki hər zaman müdafiə etmişəm. Bunu onun ailə üzvləri də, sənətkarlar da çox gözəl bilir. Məlik Rus Dram Teatrında direktor olanda mən də ora dəvət olundum. 2 il həmin teatrda çalışdım. Teatr direktoru kimi Məlik çox sevilirdi. Hamı onu sevirdi. Çünki o özünü rəhbər kimi yox, sadə aktyor kimi aparırdı. Polad Bülbüloğlu Məliklə yola getmirdi. Onu sevmirdi. Bir gün Polad Bülbüloğlu Rus Dram Teatrına gəldi və bütün aktyorları yığdı bir yerə ki, bəs güya Məlikdən şikayət var. O yaxşı işləmir, kollektiv arasında ayrı seçkilik salır. Halbuki belə deyildi. Onun nədənsə Məlik Dadaşova münasibəti yaxşı deyildi. Başladı hamının içində Məliklə çox olmayan, çox xoş olmayan rəftar etməyə. Bütün aktyorlar da ruslar, cühudlar idi. Bizimkilərdən də var idi. Heç kim qorxusundan səsini çıxartmadı. Ayağa qalxdım və dedim ki, Polad müəllim, Məlik Dadaşov Azərbaycanın xalq artistidir və çox gözəl də aktyordur. Əgər ona sözünüz varsa təklikdə onunla danışın. Bu qədər insanın qabağında ona niyə söz deyirsiniz? Hər kəs susdu. Bircə mən çıxış etdim. Polad Bülbüloğlu bir kəlmə demədi. Bu çıxışımdan sonra Polad Bülbüloğlu mənimlə düşmən oldu. İmkan vermədi ki, mən xalq artisti fəxri adı alım. Və sonradan təbii ki, Elmirə xanım Əbülfəz Qarayev mədəniyyət naziri olanda o xalq artisti adı olub. Amma Elmirə xanım hər aktyor, hər aktrisa sizi kimi cəsarətli ola bilməz və öz həmkarı ilə bağlı belə açıqlamalar verməz və vermirlər də. Bu sizin insanlığınızdan, gözəl aktyor olmağınızdan, gözəl sənətkar olmağınızdan və gözəl həmkar olmağınızdan irəli gəlir və Sarı Səfra Bahadur'dan bu qədər.